Elektrokardioqraf EKG 600G cihazıdır. 3 kanallı, 6 kanallı və 12 kanallı olur. Hazırda biz 6 kanallıya baxırıq. Kanalların bir-birindən fərqi odur ki, daha detallı yoxlanış edə bilirsiniz. Yəni, daha çox kanallı olan daha detallı yoxlanış eləyir. Kanalların sayı, baxın, bu tipli kabelimiz var bizim əlimizdə. Ucunu göstərirəm mən sizə. Cihazın arxasına qoşulur. Bunu qoşursunuz cihazın arxa hissəsinə. Bu hissədədir yeri. Bu power kabel yeridir. Bu hissəyə qoşulur. 12 kanallı daha detallı, 6 kanallı orta, 3 kanallı isə nisbətən daha az məlumat verir bizə. Kompüterə qoşmaq üçün olan USB kabelimizdir. Zazim liniyamızdır. Əllərə və qollara qoşulmadır. Çox rahat şəkildə qoşulur. Yəni, sadə şəkildə. Rəngləri də bir-birindən ayrıdır. Yaşıl, yəni bu yaşıl bir hissə bu yaşıla qoşulur. Yəni, bunun üzərində siz artıq yaşıl rəngləri görə bilirsiniz. Digər yaşıl, yəni 2 yaşıl rəngimiz olur. Digər yaşıl isə bunlardan birinə qoşulur. Bunun da üzərində yeri var. Bu hissədədir. Deyək ki, bu pasient lüt olur, yəni köynək olmur əynində. Deyək ki, qarın nahiyəsinə bunu bu vəziyyətdə qoyursunuz. Kabeli keçili olur. Bu isə qoluna bağlı olur onun. 2 qol və 2 ayaq. Məlumat həm qollardan, həm ayaqlardan, həm də ki, bədən nahiyəsinə qoşulan bu tip vakuumlardan gəlir. Cihazımız həm power kabellə, yəni birbaşa şəbəkədən, həm də batereyka kimi, yəni bu hissədən basırsınız on-off düyməsinə. Yəni özünün daxili bateriyası var, onunla istifadə edə bilirsiniz. Bu hissədə onun xüsusi nəzərdə tutulmuş kağızıdır, lent deyirik biz ona. Lent burada olur, bu hissəsində olur. Taxırsınız, keçirirsiniz, açmağı da çox sadədir. Cihazın özünün funksiyaları ekranın iç hissəsində çox rahat şəkildə tənzimlənib. Hər şey taxılı olduğu zaman, indi hazırda heç nə taxılı deyil, ona görə düz xət görürük. Hər şey taxılı olduğu zaman biz burada döyüntü kimi, ürək döyüntülərini görürük və xət şəklində göstərir. Onu deməli, dondurub baxa da bilirik, print də eləyə bilirik. Həmçinin istədiyimiz zaman müştəri qeydiyyatı apara bilirik. Biz burada yeni müştəri kimi və yaxud da ki, köhnə müştərilərin qeyd olunmuş məlumatlarına baxa bilirik.